idi. Dediyim kimi, iş üsulları çoxdur, 31 dənədir. 16-sını keçəcəm sizə bugün, qalacaq yerdə 15-i. 15 dənəsini də gələn dərsimizdə keçəcəyik. Və bu iş üsullarının əslində müəyyən hissələri var. Mən sizə PDF atacağım. Orada hərəsi bir cümlə ilə ifadə olunubdur. Əsas onları öyrənəcəksiniz. Kitabdan necə tətbiq edilməli hissəsini daha çox oxuyacaqsınız. Yəni bir dəfə oxusaz sizin üçün məlumdur. Yəni burada belə qaranlıq, müəmmalı bir şey yoxdur. Üsullar əslində asan bir mövzudur. Birinci gəlir beyin həmləsi iş üsulu. Bu üsul 1953-cü ildə Amerika psixoloqu Osborn tərəfindən irəli sürülübdür. Adətən qrup şəklində aparılan bu strategiya müxtəlif kreativ ideyaların, yəni yaradıcı ideyaların bir araya gətirilməsi və bölüşdürülməsi baxımından faydalı bir iş üsuludur. Necə tətbiq edilməlidir hissəsinə gəlin baxaq. Ümumiyyətlə, beyin həmləsində dediyimiz kimi əsas motivasiyada istifadə olunur. Biz şagirdlərə burada açıq tipli bir sual veririk. Düşündürücü, açıq bir sual veririk. Həyatla bağlı olur bir çox hallarda. Şagirdlər də öz fikirlərini bildirirlər. Hamı öz fikrini deyə bilər. Baxın, burada fikir bildirmək azaddır, sərbəstdir. Niyə sərbəstdir? Motivasiyanın keçəndə də cəlb olunmanı demişdik ki, dərsin başlanğıcında elə uşaq addımını atan kimi, bir fikir bildirən kimi, səhv desə belə onu ağzının üstdən vurmaq ki, səhvdir, yanlışdır, bu onu neyinir? Motivasiyadan salır, düzdür? Artıq həvəsdən düşür. Səhv desə də, düz desə də, əsaslı fikir söyləsə də, söyləməsə də, bunların hər birini biz mümkün bir cavab kimi qəbul edirik. Yəni, orada şagirdi mühakimə etmirik. Əsas məsələ nədir? Şagirdlərin fikirlərini mühakimə etməmək. Mühakimə etmirik fikirlərini. Hər kəs azad, sərbəst fikir bildirir. Yəni, daha uşaq qorxmur ki, mən səhv deyərəm birdən, müəllim danlayar məni, səhv olar, müəllim deyər bunu niyə dedin, yoldaşlarım mənə gülər və s. kimi psixoloji cərginlikdə qalmır. Rahat fikrin deyir. Məsələn, buradakı kimi, baxın, deyir, evdə çörək yoxdur. Keçən dəfə də demişdik sizinlə bunu, düzdür? Demişdi, evdə çörək yoxdur, nə etmək lazımdır? Hərə bir fikir bildirmişdi özünə uyğun. Məsələn, burada uşaqların bəziləri deyir ki, mağazaya gedib almaq olar, evə tezliklə gələn varsa ona demək olar, qonşudan istəmək olar, yeməyi çörəksiz yemək olar və s. Yəni, hər kəsin öz fikri var, öz ideyası var. Məsələn, yeməyi çörəksiz yemək olar deyəndə, daha müəllim onu tənbih eləməyəcəksin, niyə yeməyi çörəksiz yeyirsən, get çörəyi al, əlin ayağın yoxdurmu, pişirə bilmirsənmi və yaxud da ki, gedib almağı ərinirsənmi, deməməlidir. Yəni, şagird sərbəst fikrini bildirməlidir ki, neynəsin? Onda bir motivasiya yaransın, həvəs oyansın. İdraki fəallıq yaradırıq biz burada və indi burada nümunə verilib də bu. İstədiyiniz bir sualı təbii ki, qoya bilərsiniz. Həyatla bağlı düşündürücü bir situasiya. Sonra şagirddə formalaşdırılan bacarıqlara gəldikdə isə bu bacarıqlar hissəsini təbii ki, əzbərləməyə ehtiyac yoxdur. Bir çox üsullarda bacarıqlar oxşardır. Təfəkkürün növləridir, hamısı inkişaf etdirir onsuz da. Yəni, oxuyub anlama, dinləyib anlama və s. Hər bir iş üsulunun xüsusi spesifik hissələri var. Məsələn, beyin həmləsində, baxın, bu çox vacib bir hissədir. Bir şagirdlərdə özünə inam hissini stimullaşdırmaq və həmçinin insanlar arası əlaqələri yaxşılaşdırmaq. Özünə inam, baxın, özünə inam burada ən vacib məqamdır. Şagirdlərdə özünə inam hissini formalaşdırır. Özgüvənli olur şagird. Yəni, dərsə başlayanda özünə inamlı şəkildə başlayır. Müstəqil düşüncəsini şagirdin inkişaf etdirir. Bu, beyin həmləsinin əsas xüsusiyyətidir. Cəlb olunmada ən çox istifadə olunur. Həm qruplarla, həm də fərdi şəkildə aparıla bilər. Növbəti iş üsulumuz, baxın, burada görürsünüz. Bu üsulu hamınız tanıyırsınız, yəni. Biz onu bütün fənlərdə demək olar ki, testlərdə görürük, yəni. Bu üsul ilk zamanlarda riyaziyyatda məntiqi məsələlərin, daha doğrusu, məntiqi məsələlərin, çoxluqlu məsələlərin həlli üçün düşünülmüş bir texnika idi. Yəni, riyaziyyat üçün düşünülmüşdü. Sonradan bütün fənlərdə tətbiq olunmağa başlandı. Əsas məqsədi nədir? Verilən əşyanın, hadisənin oxşar, fərqli tərəfini müəyyənləşdirmək. Budur sadəcə xüsusiyyəti. Təbii ki, oxşar, fərqli cəhəti də müəyyənləşdirərkən şagirdlərdə hansı bacarıqlar inkişaf edir sizcə? Təhlil etmək, tənqidi təfəkkür, müqayisə etmək, məntiqi təfəkkür, düzdür? Bəli, bu yanaşmaların hamısı formalaşa bilər. Misal üçün, buradakı kimi, baxın, Euler-Venn diaqramı verilib. Məsələn, bura yazaq, bir tərəfinə yazaq
idrak taksonomiyası, məsələn, öz fənimizə uyğun. Birinə də yazaq emosional taksonomiya. Bunların oxşar fərqli tərəflərini yazacağıq. Təbii ki, mərkəzə birinci nə yazmalıyıq? Onların oxşar tərəflərini yazacağıq. Kənarlara da fərqli tərəflərini yazacağıq. Bu ikili Euler-Venn diaqramıdır. Bunun daha çətin versiyası üçlü Euler-Venn diaqramıdır. Bu da üçlü Euler-Venn diaqramı hesab olunur. Bu necə olur? Mərkəzə, baxın, üçünün də oxşar tərəfini yazırıq mərkəzə. Məsələn, bura yazırıq isim, bura yazırıq sifət, burada yazırıq say. Daha sonra üçünün oxşar tərəfini təbii ki, bura yazırıq. Bu ikisinin oxşar tərəfi, baxın, isimlə sayın oxşarını bura yazacağıq artıq. İsimlə sifətin oxşar tərəfini bura yazacağıq. Sifətlə də sayın oxşar tərəfini bura yazacağıq. Fərqli tərəflərini isə həmin bu böyük hissələrə onların fərqli tərəflərini yazacağıq. Baxın, bu böyük hissələrdə onların fərqli tərəflərini göstərir. Yəni, imtahanda məsələn qarşınıza çıxacaq bu tipli sual. İxtisasınızda da çıxa bilər, kurikulumda da. Üçlü Euler-Venn diaqramı ilə biraz çətin olsun deyə verə bilərlər. Bəli, o zaman həll qaydasını bilin. Üçlü Euler-Venn diaqramı bu cür olur yəni. Belə. Sonra gəlir digər üsulumuz Sokrat dialoqu. Sokrat dialoqu yadınıza düşürmü? Bəli, təfəkkürün növlərində keçmişdik. Bəli. Həm tənqidi, həm də yaradıcı təfəkkürü formalaşdıran bir üsuldur. Bir dənə əsas qaydası var bunun. Baxın, deyir, verilən cavabdan yeni sualın çıxarılması. Bəli, şagirdlərə sual verilir. Bu sualın cavabından şagird nə edir? Yeni bir sual çıxarmalıdır. Məsələn, mən sizə deyirəm ki, kurikulum nədir? Siz cavablandırırsınız. Sonra yoldaşınız sizin cavabınızdan yeni bir sual ortaya qoymalıdır. Və siz özünüz sualı formalaşdırıb yoldaşınıza verəcəksiniz. Bu şəkildə proses davam edəcək. Və Sokrat dialoqu elə bir üsuldur ki, sonsuz olaraq davam edə bilər. Yəni də istədiyimiz qədər artıra gedə bilərik. Təbii ki, dərsi sonlandırmaq lazımdır da. Bir məqam gəlir ki, dərs sonlanmalıdır. Bu zaman nə etməliyik? Bir neçə dənə qapalı sual verərək şagirdlərə müəllim tərəfindən proses yekunlaşa bilər. Yəni, qapalı suallarla biz artıq onun nöqtəsini qoyuruq ki, yekunlaşsın proses. Belə, Sokrat dialoqunda da sualın cavabından yeni bir sual ortaya çıxarılır. Və onun şagirdlərdə. Bir də Sokrat dialoqunda da var nə? Fikrin qısa lakonik ifadəsi. Fikir qısa lakonik ifadə olunmalıdır. Belə, şagirdlərdə nələri formalaşdırır ən çox? Əvvəlcədən keçiriləcək mövzu ilə bağlı suallar hazırlayır şagirdlər. Açıq suallar yazırlar. Açıq sual yazma bacarıqları inkişaf edir onların. Suallar şagirdlərin səviyyələrinə uyğun tərtib olunur. Sualı səsləndirdikdən sonra şagirdlərə 5-10 saniyə düşünmə vaxtı verilir təbii ki. Bu kimi digər bacarıqları var. Oxuyacaqsınız bunları da. Sonra digər iş üsulumuz adlanır qızıl dairə. Qızıl dairə isə 3N üsulu da adlanır. 3N. Niyə 3N adlanır bu üsul? Çünki 3 dənə N hərfi ilə başlayan sualdan ibarətdir. Bəli, nə, sonra niyə, yəni niyə və yaxud da nə üçün də yaza bilərik və necə sualları var burada, necə. Bu suallara cavab axtarılacaq. Qızıl dairədə dinləyib anlama, problem həll etmə, sonra oxuyub anlama, layihələrin hazırlanmasında istifadə edilmə kimi xüsusiyyətləri mövcuddur. Şagirdlərdə problem həll etməni, dinləyib anlamanı, oxuyub anlamanı inkişaf etdirir. Həm də layihə hazırlanmasında istifadə edirik biz ondan. Baxın, bu model ünsiyyət texnikası adlanır. Ünsiyyət texnikası. Buna bənzəyən bir dənə də iş üsulumuz var. 4M1KH üsuludur. Onu da biz keçmişdik köhnə dərslərimizdə. Orada 6 sualdır. Bəli, kim, harda, necə, nə üçün, niyə, nə vaxt, nə zaman. Ünsiyyət texnikası adlanır qızıl dairə, amma sual-cavab texnikası adlanır həmin o 4M1KH üsulu. İkisinin də oxşar tərəfidir ki, layihələrin hazırlanmasında istifadə olunur və müxtəlif suallara cavab axtarılır. Məsələn, bir problem var, problem həll olunmalıdır. Təbii ki, biz nə etməliyik? Birinci, bu problem nədir? Onu müəyyənləşdirməliyik. Problem nədir? Sonra, niyə yaranıbdır? Yəni, səbəb nədir? Problemin yaranma səbəbi nədir? Və necə həll edə bilərik? Bəli, necə həll edə bilərik? Bu suala da artıq cavab axtarmış oluruq.
kommunikasiyanı gücləndirir, yəni kommunikasiya dilə ünsiyyətdir. Dilə şagirdlərdə formalaşdırır, məntiqi təfəkkürü, tənqidi təfəkkürü, yaradıcı, yəni hər üçündə bir sözlə formalaşdırır. Oxuyub anlama, dinləyib anlama, bunları da bayaq dedik. Növbəti üsul proqnozlaşdırma adlanır. Bu üsuldakı ən çox dil ədəbiyyat fənlərində istifadə olunan bir üsuldur. Baxın, daha çox dil ədəbiyyat fənlərində şagirdlərin təxəyyüllərini işə salmağa xidmət edir. Onlar düşünürlər, təxəyyüllərini işə salırlar. Məsələn, müəllim bir əsər oxudur, yarıda saxlayır. Deyir, uşaqlar, bu əsərin məntiqi sonluğunu yazın. Bu əsərə bir başlıq yazın və ya ad qoyun. Adını demir, deyir, adını siz müəyyənləşdirin. Davamı necə gedəcək, məsələn, bu hekayənin? Bunları deyin. Proqnozlaşdırmadır bu, adından məlum yəni. Düzdür? Yəni, fərqli bir şey yoxdur burada da. Adından məlumdur bu üsulda. Şagirdlərdə ən çox təhlil etmək, məntiqi, tənqidi, yaradıcı təfəkkürləri inkişaf etdirir və dəyərləndirmə bacarığını da formalaşdırmış olur. Ona görə bacarıqları siz əzbərləmirsiniz. Sadəcə bəzi spesifik məqamlar var ki, bəzilərində onları yadda saxlayırsınız belə. Bacarıqları əzbərləməyə ehtiyac yoxdur. Ziqzaq iş üsulu. Ziqzaq, baxın, böyük mətnin qısa zaman ərzində şagirdlərə mənimsədilməsidir. Böyük bir mətn var, onu biz nə etməliyik? 1-45 dəqiqə ərzində şagirdlərə mənimsətməliyik. Necə mənimsədək? Biz onu hissələrə bölərək mənimsədə bilərik təbii ki. Bunun üçün ziqzaqdan istifadə edə bilərik. Birinci nə edirik? Şagirdləri qruplara bölürük. Məsələn, sinifdə var, deyək 15-20 nəfər şagird. Biz onları böləcəyik qrupa. Hər qrupda, məsələn, 4 nəfər, 5 nəfər olmaqla bir 4 dənə qrup yaradacaq. Bu qruplar adlanacaq onların ana doğma qrupları. Baxın, ana doğma qruplar adlanır. Ana doğma qruplar niyə adlanır? Çünki sonra uşaqlar başqa qruplara bölünəcəklər. Ən sonunda yenə öz ana doğma qruplarına qayıtmalıdırlar. Birinci qruplar, deyək, formalaşdırıldı. Sonra artıq müəllim yeni qruplar yaratmalıdır bunların tərkibindən. Bu qrupu necə yarada bilər? Təbii ki, şagirdləri nömrələməklə. Hər qrupdakı şagirdləri nömrələyəcək. Məsələn, deyək, bu 1 qrupdur, bu 2 qrupdur. 3 qrupdur, bu da 4 qrupdur. Baxın, 4 dənə qrup var. Hər birinə nömrələr verəcək. Məsələn, birinə 1 nömrəsi, birinə 2, birinə 3, birinə 4. Eyni formada hamısında 1-lər olacaq, hamısında 2-lər olacaq, hamısında 3-lər və hamısında da nələr olacaq? 4-lər olacaq. Yəni, bu nömrələr şagirdlərə verilir qruplardakı. Daha sonra nə baş verir? Biz bu qruplardan yeni qruplar yaratmaq üçün bəli, birləri bir qrupa yığırıq. Buradakı birlərin hamısı gəlir bir qrupa. Düzdür? İkiləri bir qrupa yığırıq. İkilər hamısı gəlir bir qrupa. Üçləri bir qrupa yığırıq. Üçlər hamısı gəlir bir qrupa. 4 nömrəli şagirdləri də bir qrupa yığırıq. 4-lər də olur bir qrupda. Yəni, köhnə ana doğma qruplardan yeni qruplar yarandı. Bu yeni qrupların məqsədi nədir? Hər qrupdan bir şagirdin olmasıdır burada. Düzdür? Məsələn, birinci qrupda hər qrupdan bir şagird var. Bu qrupda da hər qrupdan bir şagird var, burada da, burada da. Müəllim mətni bölür hissələrə, təqdim edir şagirdlərə. Onlara müəyyən bir vaxt verir və şagirdlər o mətnin üzərində çalışırlar. Hər qrup özü üçün, yəni 4 hissəyə bölüb verib şagirdlərə. Hər qrup özü üçün çalışır. Sonra vaxt yekunlaşandan sonra, müzakirə bitəndən sonra qrupda, həmin yeni qruplarda müəllim deyir ki, indi uşaqlar, hamınız nə edin? Qayıdın öz ana doğma qrupunuza. Buradakı birlər hamısı gəlir öz qrupuna, ikilər yenə gəlir öz qrupuna, üçlər öz qrupuna, dördlər öz qrupuna qayıdırlar, geri dönürlər. Nəticədə nə oldu? Buradakı o 4 nəfər şagird hərəsi bir qrupdan gəlib, düzdür? Və hərəsinin mətnin müəyyən bir hissəsindən məlumatı var. Bölüşürlər, yəni öz məlumatlarını, yoldaşlarla bölüşürlər. Öyrəndiklərini yoldaşlarına öyrədirlər, müzakirə eləyirlər. Və nəticədə bütün qruplar, bütün mətn haqqında məlumatlı olur. Böyük bir mətn qısa zaman ərzində şagirdlərə nə olur? Mənimsədilir. Başa düşdünüz ziqzaqı? Necə olur ziqzaq? Aha. Birincilər yığılır bir yerə, çünki onlar mətnin birinci hissəsini tuturlar.
Aha. İkinciler, üçüncüler, dördüncüler, beşinciler. Başta bir birinci öğrendiğini komisyonlara danışıyor. 2'ye 3'e 4'e danışıyor. Bəli. İkinci öğrendiğlerini 3'e 4'e 1'e danışıyor. Üçüncü öğrendiğlerini 4'e 2'ye 1'e danışıyor. Dördüncü öğrendiğini 3'e 2'ye 1'e. Bəli, yəni hamısı nə edir? Öz öyrəndiklərini yoldaşlarına bölüşürlər və nəticədə bu formada yəni öyrənmiş olurlar. Biri var ki, misal üçün böyük bir mətni hissələrə bölüm, özüm danışım ancaq. Mən danışacağam, yarıda yatacaq uşaqlar və yaxud da ki, maraqsız olacaq və ya hissələrə bölüb bir neçə dərsə tədris eləsəm, bu da vaxt aparacaq. Bir dərs üçün müəyyənləşdirilib. Amma qruplara bölürəm, özləri öyrənirlər, özləri təhlil edirlər, müzakirə nəticəsində öyrənmiş olurlar. Həm də maraqlı gəlir onlar üçün belə qruplara bölünmək, təzədən qrupa qayıtmaq və s. Bu da olur ziqzaq. Ziqzaq iş üsulu dinləyib anlama, oxuyub anlama kimi bacarıqları inkişaf etdirir, təhlil etmə, əməkdaşlıq kimi bacarıqları formalaşdırır. Digər üsullarımız, baxın, burada auksiyon üsulu var. Auksiyon daha çox ibtidai sinif şagirdləri üçün həyata keçirilən bir üsuldur. Şagirdlərdə söz assosiasiyası yaratmağa, yəni söz bazası yaratmağa xidmət edir. Baxın, burada görürsünüz, belə bir şəkil veriblər. Bu nədir? Hansı prosesdir bu? Hərrazdır, bəli. Hərrazdır. Burada bu küpü, yəqin ki küpdür bu. Bunu qoyublar satışa. Hamıda bir qiymət deyil. Ən yüksək qiymət deyən də sonda qalib gələcək. Təbii ki, sonda sayır. Bu şəxs sayır, deyir. Misal üçün, ən yüksək qiyməti mən deyəndə başlayır saymağa. 1, 2, 3. 3 deyənə qədər kimsə yeni qiymət deməsə, həmin adama da satır. Düzdür? Yeni qiymət deyəndə artıq keçir ona, başlayır ondan saymağa. Aksiyonda da buna bənzəyir, yəni ona görə belə bənzətmə kimi bunu çəkiblər bura. Buna bənzəyir. Müəllim bir mövzunu təqdim edir şagirdlərə. Şagirdlər başlayırlar həmin mövzu haqqında bildiklərini deməyə. Və əvvəlcədən xüsusi qaydaları olur bunların ki, uşaqlar məsələn bir-birini diqqətlə dinləməlidir ki, təkrar fikrə yol verməsinlər, bir-birinin dediyini təkzib eləməsinlər, yəni təkrar eləməsinlər və s. Hərə öz fikrini deyir və sıra ilə davam edir proses. Və təbii ki, müəyyən bir zaman gəlir ki, artıq bu fikirlər tükənir də, qrupda olan fikirlər tükənməyə doğru gedir. Bu zaman da ən sonda kim fikir söyləyə bilsə, düzgün bir fikir söyləyə bilən sonda nə olacaq? Yarışın qalibi olacaq yəni. Aksiyon iş üsulunda ən sonda fikir söyləyə bilən qalib gəlir. Sadəcə fikir təkrarlanan fikir olmamalıdır. Bəli, ona görə aksiyon hərraca bənzəyir. Ən sonda fikir söyləyən qalib gəlir. Belə, bu da aksiyondur. Dinləyib anlama bacarığı, köhnə bilikdən istifadə, assosiasiya yaratmaq kimi bacarıqları da inkişaf etdirir. Sonra burada iki üsul var, bir-birinə bənzər bunlarda. Mənaları amma fərqlidir. Əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması üsuludur. Baxın, bu üsulun tətbiqi necədir? Ən çox yaradıcı, tənqidi təfəkkürü inkişaf etdirir. Müəllim hər hansı bir əşya verir və ya hadisə verir. Şagirdlər də ona müxtəlif nöqteyi nəzərdən baxırlar. Nəyi nəzərdə tuturuq burada? Məsələn, deyir, yağış yağır. Yağışın yağmasını şagirdlər müxtəlif nöqteyi nəzərdən dəyərləndirməlidirlər. Məsələn, deyir, maşını olmayan adam kədərlənir yağış yağanda. Niyə? Çünki islanacaq. Çətir satan sevinir, çünki çətirlərini satacaq. Taksi şoförü sevinir, çünki qiyməti qaldıracaq, müştəriləri çoxalacaq. Və yaxud da ki, evi olmayan kədərlənir, çünki o da nə olacaq? Soyuqda qalacaq, islanacaq. Yəni, bir hadisəyə müxtəlif nöqteyi nəzərdən baxa bilərik. Fərqli insanların gözü ilə baxa bilərik. Bu da şagirdlərdə nəyi formalaşdırır sizcə? Hansı mənəvi keyfiyyətləri? Bəli, baxın, empatiya hissini formalaşdırır. Başqalarının halına yanır, başqalarını anlamağa başlayır artıq. Düzdür? Deməli, bu iş üsulu onun üçün önəmli bir üsullardan biridir. Maraqlı üsuldur həm də müxtəlif nöqteyi nəzərdən baxırıq məsələlərə. Bəli. Məsələn, sertifikasiya imtahanının keçirilməsini hərə bir cür dəyərləndirə bilər. Hamı öz tərəfindən. Məsələn, işləməyən müəllimlər nə deyəcək? Miqçilər yəni. Deyəcəklər sertifikasiya olsun, çətin olsun. Oradan kəsilənləri ilə birinci ildən çıxartsınlar. Yer açılsın, biz də gedək işləyək.
Sertifikasiyada olan müəllimlər nə deyəcəklər? Onlar da öz nöqteyi nəzərdən dəyərləndirəcək təbii ki. Nəyə ehtiyac var? Asan da olsun və yaxud da ki, bu yaşda bizə lazım deyil və s. və l. Yəni hər kəs öz nöqteyi nəzərindən baxacaq da. Bəzi qurumlar da deyəcəklər ki, qoy elə olsun, kəsilsinlər, biz də orada nəsə eləyək. Belə. Təlimçilər sevinə bilər ki, o imtahan olsun. Sonra əşyaların qeyri-adi istifadəsi. Bu da bildiyimiz yaradıcı təfəkkürü inkişaf etdirən üsuldur. Yəni, əşyadan fərqli necə istifadə bilərsən. Müəllim şagirdlərə hər hansı bir əşya, hadisə verir və deyir ki, bundan fərqli şəkildə istifadə elə. Məsələn, qələmi verir, deyir, bu qələmdən fərqli məqsəd üçün istifadə elə. Və yaxud da ki, iki əşyanı verir, deyir, eyni məqsəd üçün istifadə elə. Məsələ nədir burada? Şagirdi çərçivədən kənar düşünməyə sövq edir. Çərçivədən kənar, yaradıcı. Yəni, fərqli düşünmə bacarığını formalaşdırır. Və yaxud da bir misal həll eləyəndə deyir, bu misalı fərqli yolla həll elə. Sual verir, onu yönləndirir ki, yaradıcı düşünsün. Yaradıcı təfəkkürü yəni formalaşdıran bir üsuldur. Əşyaların qeyri-adi istifadəsi. Sonra burada qərarlar ağacı və sinektika üsulları var. Bunlar da qruplarla keçirilən üsullardır. Ən çox qruplarla keçirirlər. Qərarlar ağacına baxın. Buradakı kimi elə bu şəkillə yadda saxlaya bilərik. Dediyim kimi, ən çox qruplarla keçirilir qərarlar ağacı və burada bir problem ortaya qoyulur. Situasiya, problemli situasiya. Bu situasiyanı şagirdlər müxtəlif həll yollarını irəli sürürlər. Hər bir şagird müxtəlif həll yolları irəli sürür və sonra bu həll yollarının 3 dənə ən yaxşısını saxlayırlar. Baxın, birinci həll yolu, ikinci və üçüncü həll yolu. 3 dənə ən yaxşı həll yolunu saxlayırlar və bu həll yollarının da müsbət, mənfi tərəfləri təhlil edirlər. Ən sonda nə olacaq? Hansı həll yolunun müsbət tərəfi mənfidən çoxdursa, onu da həll yolu kimi götürəcəyik. Misal üçün, birinci həll yolunda var 3 müsbət tərəf, 2 mənfi tərəf. İkinci həll yolunda 3 müsbət tərəf, 1 mənfi tərəf var. Burada 2 idi. Üçüncü həll yolunda var 3 müsbət tərəf, 5 mənfi tərəf. Biz nə edirik indi? Ən səmərəli həll yolu kimi ikinci həll yolunu seçirik. 3 müsbət, 1 mənfisi var. Bəli. Ona görə də qərarlar ağacı ən səmərəli yolun tapılması, problem həll etmə, qərar qəbul etmə iş üsulu kimi dəyərləndirilir. Və daha çox da qruplarla keçirilir, əməkdaşlığı, ünsiyyəti, problem həll etməni birlikdə formalaşdırır. Qruplarla keçirilən üsulların 90%-i bu bacarıqları formalaşdırır, sosial bacarıqları. Əməkdaşlıq, ünsiyyət, qruplarla problem həll etmə və s. Sonra digər üsul sinektikadır. Sinektikada ilə buna bənzəyir. Ümumiyyətlə, sinektika sözünün mənası qədim Yunan dilində müxtəlif cinsli elementlərin birləşməsi mənasını verir. Metod olaraq sosial-psixoloji motivasiyaya əsaslanmış, kollektiv intellektual fəaliyyətin nəticəsini və tənqidi yaradıcı təfəkkürün inkişafına yönəlmişdir. Yəni, sinektikada tənqidi və yaradıcı təfəkkür inkişaf edir. Şagirdlər həm də burada motivasiya olur. Niyə motivasiya olur? Niyə onlar cəlb olunur dərsə? Müəllim 2 qrupa bölür şagirdləri. Böldü birinci qrup və ikinci qrupa. Bir qrup problemi irəli sürən tərəf olacaq. Birinci qrup. İkinci qrup isə problemi həll edən tərəf olacaq. Digər üsullardan əsas fərqi sinektikanın odur ki, burada problemi irəli sürən tərəf də şagirdlərdir, problemi həll edən tərəf də şagirdlərdir. Yəni, burada problemi müəllim özü qoymur, şagirdlərə seçim yaradır ki, yəni fürsət yaradır ki, özləri, qrupun biri problemi irəli sürsün, digəri də həmin problemi həll etsin. Ən sonunda da hər iki qrup nə edəcək? Birləşəcək və birlikdə həmin o problemi və həll yollarını müzakirə edəcəklər. Bu da yenə qruplarla həyata keçiriləcək. Belə. Sonra digər iş üsulumuz adlanır. Nə olardı? Əgər var burada, bu da proqnozlaşdırmanın bir növüdür. Elə eyni bir şeydir. Proqnozlaşdırma ilə yaradıcı təfəkkürü inkişaf etdirir. Müəllim misal üçün deyir, günəş yox olsa nə olar? Belə bir bu tipdə sualı verir. Daha çox aşağı siniflərə verir. Hadisələrin davamını söylə. Yəni onda yaradıcı düşüncəni, təxəyyülü inkişaf etdirir müəllim.
Sonra Fryer modeli və Sinkveyn iş üsulları az qalıb. İkinci, bundan sonra ikisini də keçəcəm, bitirəcəyik. Nə olardı əgər? Hə. İbtidai sinifdə Fryer modeli və Sinkveyn. Fryer modeli söz analizi aparmaq və söz ehtiyatı yaratmaq üçün istifadə olunan bir üsuldur. Baxın, burada cədvəli var. Elə şəklinə baxsaz daha yaxşı yadda qalar. Baxın, bu Fryer modelidir. Bu cür həyata keçirilir. Söz analizi aparmaq, söz ehtiyatı yaratmaq niyə deyilir buna? Çünki mərkəzdə bir söz yazırıq. Baxın, ədat yazılıb bura, düzdür? Ədat. Bu sözü analiz edəcəyik biz. Birinci, ədatın izahını və ya tərifini veririk. İkinci hissədə öz cümləmizlə bir cümlə ifadə edirik, yəni və ya bir şəkil əlavə edirik ora. Üçüncü hissədə həmin sözün sinonimini və ya xarakterik xüsusiyyətlərini yazırıq. Dördüncü hissədə isə antonimini və ya ona xarakterik olmayan xüsusiyyətlərini yazırıq. 4 hissəli şəkildə həyata keçirilir Fryer modeli. Ona görə də biz buna deyirik ki, söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə olunan iş üsuludur. Fryer modeli. Belə bu cür həyata keçirilir, yadda qalan bir üsuldur. Bir də Sinkveyn. Baxın, bu da Sinkveyn üsuludur. Bir də Fryer modeli bəzən cütlərlə aparılır. Yəni, ən çox fərdi aparılır Fryer modeli, fərdi şəkildə. Cütlərlə də aparıla bilər. Cütlərlə aparıldıqda əməkdaşlıq və s. inkişaf edəcək şagirdlərdə. Bu da Sinkveyndir. Baxın, Sinkveynin mənası nə deməkdir desəz, mənası beşlik deməkdir. Beşlik. Niyə beşlik deyirik biz buna? Çünki baxın, bu piramida şəklində 5 hissəli tərtib olunur. Əsas məqsədi nədir bu iş üsulunun? Əsas məqsədi şagirdlərin əsas ümumi fikri, daha doğrusu əsas fikri qısa sözlə ifadə etmə bacarığıdır, yəni qısa şəkildə. Az sözlə əsas fikri ifadə edə bilmək bacarığı. Məsələn, insanlar var ki, danışır. Lakanik. Danışır, hələ də danışır, amma bilmirsən ki, nə deməkdir. Və yaxud da ki, sonda deyəcəyi söz, baxırsan ki, bunu bir cümlə ilə də ifadə edə bilərdi də. Amma bayaqdan danışır. Az sözdən fikrini ifadə edə bilmir. Yəni, çoxlu sözdən istifadə edərsin. Bu da nitqin effektivliyini neyinir? Aşağı salır və eyni zamanda qarşıdakı adamı yorur, təbii ki. O da artıq məcbur dinləyir, amma dinləmək istəmir, təbii ki. Buna görə də Sinkveyn ilə istifadə olunur ki, kiçik yaşından az sözlə əsas fikri ifadə bilmək bacarığını formalaşdıraq. Burada birinci bir isim yazırıq. İkinci hissədə bu ismə aid olan 2 sifət yazırıq. Üçüncü hissədə bu ismə aid olan 3 dənə feil yazırıq. Dördüncü hissədə bir cümlə və ya 4 sözdən ibarət söz birləşməsi yazırıq. Beşinci hissədə yenə bir dənə isim yazırıq. Bu isimlə bu isimin fərqi nədir sizcə? Daha doğrusu bu isimin. Bəli. Baxın, bu sondakı isim bütün mənanı neyinir? Ümumiləşdirir sonda. Yəni, az sözlə əsas fikri ifadə edir bizim üçün. Hamısını özündə birləşdirir. Məsələn, gəlin bura yazaq. Həmişə yazdığım nümunə alma. Almaya aid 2 dənə sifət yazırıq. Yazaq yaşıl alma və ya dadlı alma, hə? Dadlı alma. 3 dənə feil yazırıq. Almanı yemək. Yemək, hə? Yumaq. Bir də satmaq. Sata da bilərik də. Sonra bir dənə cümlə yazırıq alma ilə bağlı. Misal üçün, yaşıl almanı dərdim, yedim. Yəni, bir cümlə yazır, daha yaxşı cümlə yazarsınız siz. Ən sonunda bir dənə isim yazacaq yenə. Nə yazaq? Meyvə yazaq mı? Yazaq, bəli. Meyvə yazsaq nə olacaq? Bütün fikri lakonik ifadə edə biləcək. Çünki bütün gedən söhbət hamısı meyvədən gedirdi, yəni son olaraq. Belə. Bu cür yəni ifadə olunur. İndi burada biz sadəcə bir sözlə ifadə elədik. Bu bir böyük bir mətn zamanı da istifadə oluna bilər. Həmin mətnin əsas ideyasını üzə çıxarmaq üçün yəni istifadə oluna bilər. Sinkveyn iş üsulu. Belə. Və fikrin qısa lakonik ifadəsi var burada. Qısa lakonik ifadə eləməlidir şagirdlər fikirlərini. Uzun uzadı yox. Və ən sonuncu üsullarımız, sizə verəcəyim ən sonuncu üsullar 1. Anlayışın çıxarı bir də klasterdir. Bunlarla yekunlaşdırırıq. Bunlar da bir-birinin əksi olan üsullardır. Baxın,
Bu anlayışın çıxarılmasıdır. Görürsünüz? Kənarlara sözlər yazılıb. Biz nə edəcəyik? Mərkəzdəki sözü tapacağıq. Bura yazılıb çiyələk, qarpız, böyürtkən, moruq. Mərkəzdə nə yazaq? Meyvə, gilə meyvə. Nə yazaq? Gilə meyvə yazacaq. Çünki 3-ü dənədir, 4 dənədir. Yay. Gilə meyvə yaza bilərik. Yaza bilərik. Yayda yetişir, bilmirəm nə vaxt yetişir. Əgər yetişirsə yayda yaza bilərik. Əsas odur ki, yazaq ki, bura gilə meyvə. Düzdür? Yəni, mənası nədir anlayışın çıxarılmasının? Deməli, anlayışın çıxarılmasında verilən fikirlər arasında əlaqə quraraq mərkəzdəki sözü tapırıq. Yəni, şagirdin fikirlər arasında nə dərəcədə düzgün əlaqə qura bilib, bilmədiyini yoxlayırıq. Əlaqənin qurulması buradan inkişaf edir. Fikirlərini ümumiləşdirirlər, düzdür? Bu sizcə induksiyaya bənzər yoxsa deduksiyaya? Deduksiya? Bu ümumi anlayışdır sizcə bunlar? Xüsusidən ümumiyə getdi, düzdür? Çünki bunlar xüsusi məqamlardır. Xüsusiləri veribdir, biz ümumini tapırıq, mərkəzi. Nümunədən qaydaya gəldik, yəni induksiya əsaslanır anlayışın çıxarılmasına. Bunun əksi olan deduksiya var, daha doğrusu klaster iş üsulu var. Klasteri necə tətbiq edirik? Mərkəzə sözü yazırıq. Bura əsas sözü. Buralara amma sual işarələri qoyuruq. Yəni bu sözlərin yerində sual işarələri olur. Şagirdlər özləri yazmalıdırlar kənardakı sözləri. Yəni şaxələndirmədir klaster. Klasterdə şaxələndirmə çox gedə bilər. Ha, baxın, artıra bilərik biz şaxələri. Yəni anlayışın çıxarılması, mərkəz sözü tapdın, bu qədər yəni. Amma klaster şaxələndirmədir. Orada biz hətta bunları belə şaxələndirə bilərik, yəni daha geniş həyata keçirilə bilər. Və klasterin əsas məqsədi nədir? Şagirdlərin bildiklərini aktivləşdirir, yadlarına salır, köhnə bilikləri. Klaster amma deduksiyaya bənzəyir, düzdür? Çünki mərkəzdə verilib qayda, söz verilib, biz kənardakıları tapacağıq artıq. Qaydadan nümunəyə gedəcəyik. Deməli, anlayışın çıxarılması induksiyaya bənzəyir, klaster isə deduksiyaya bənzəyir. Anlayışın çıxarılmasında ətrafdakılar arasında əlaqə quraraq mərkəzdəki sözü tapırıq, klasterdə isə mərkəzdəki sözə görə kənardakıları şaxələndirəcəyik. Başa düşdünüz? Klasterə hörümçək toru da deyilir. Başqa bir adda deyirdilər, yadından çıxdı. Belə, hörümçək toruna bənzəyir çünki şaxələndirilir, böyüyür. Belə, baxın bu qədər. Bura qədər öyrənəcəksiniz. Karuselə qədər. Karusel xaric. Karuseldən sonrasını növbəti dərsimizdə keçəcəm sizə. Əsas nə öyrənirsiniz? Sizə atacağım qısa PDF-də olanları öyrənin. Orada ardıcıldır 15 dənə, 16 dənə üsul. Hamısı var orada. Siz 16 dənəsini öyrənib dayanacaqsınız. Və kitabdan da necə tətbiq edilməli hissəsini oxuyun. Atacağım video izahı da dinləyərsiniz.